Və hələm deyir, mən bununla yanaşı haramlara qulaq asanlardan danışmıram. Bəzən müsəlmanlar elə cürətlə ustad-ustalarına, sosial şəbəkələrində olan kanallarında elə musiqili şeyləri qoyurlar ki, baxırsan ki, subhanallah, insan ya bundan cahildir, bilmir, ya da bilir, əməl etməyə nədir, necə bunun cəsarəti çatır. Axı Allah Azza və Cəllə bir şeyi haram buyurubdursa, sən o harama qarşı mütləq olaraq Rəbbinin qabağında hesab verəsən. Kiməsə nəsiyyət edirsən, musiqi qoymaq olmaz, qardaş, dinləmək olmaz, haramdır. Səni götürür, neyniyir? Gizlədir. Məni gizlətdin, nə olsun ki? Allah Azza və Cəlləni ki, gizlədə bilməyəsən, vallahi Rəbbim sənin qəlbinin içindəki olan hissləri belə bilir. Hara qaçasan, hara gizlənəsən, neçə nəsiyyətçi gizlədəsən, Allah Subhanahu deyir ki, kafir qövmlər haqqında deyir, amma onlar deyir nədir? Nəsiyyət edənləri sevməzlər. Sən bax ki, əgər sənin qəlbində bu cür xislətlər, bu cür sifətlər varsa, Allahdan qorx ki, get imanını təzələ, Allahdan imanını təzələnməyini istə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizin qəlbinizdə olan iman paltar köhnəldiyi kimi köhnələr. Allahdan onun yenilənməsini istəyin. Allahdan sabitçilik istəyin.